evladı Allah'tan değil, hansısa daşlardan ve ağaclardan, pirlərdən və övliyalardan istəyirlər. Görün Rəbbimiz nə deyir? Bax, belə şeyləri bilin, məlumatınız olsun. Əgər nəyisə özümüzdən deyiriksə, tələb eləyə bilərsən ki, axı sən kimsən? Bizə öz beynindən nəsə danışasan və mən də sizin qarşınıza aciz qala bilərəm. Lakin mən Allahdan və onun Rəsulundan deyirəm. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Lillahi mulku semavati vel ard. Yerlərin və göylərin mülkü Allaha məxsusdur. Yaxluqu mə yeşə. İstədiyini yaradır. Və yəhəbu limən yeşə'u inəsə. İstədiyinə qız evladı verir. Və yəhəbu limən yeşə'u zukur. İstədiyinə oğlan verir. Əv yüzəvvucuhum zükranən və inəsə. İstədiyinə qız da verir. İstədiyinə oğlan da verir. Və yəcəlu mən yeşə'u aqimə. İstədiyini sonsuz eləyir. Vallahu alimun qadir. Baxın dəyərli qardaşlarım və bacılarım. Ayə əvvəlində Allah təala buyurur ki, mülk Allahındır. Evlad, ata, ana, mini, nə varsa mülkü də Allaha müvəqqəti verib. Sonra deyir ki, Allah Teala istədiyini yaradır. Deməli, yaradan kimdir? Allah, daşlar və ağaclar, pirlər və övliyalar deyil. Allahdır yaradan. Sonra deyir ki, istədiyinə qız verir. Deməli, verən kimdir evladı? Allah. İstədiyinə oğlan verir. İstədiyinə hər ikisindən. Bugün baxırsan, elə insanlar var ki, qızı var, oğlu yoxdur. Oğlu var, qızı yoxdur. Veya qızı da var, oğlu da var. Sonra deyir ki, Allah Teala və yəcəlu mən yeşə'u aqimə. İstədiyini sonsuz eləyir. Allah əgər sənə vermirsə, məsələn, bir qadını hansısa dəvənin altından keçirtməklə oradan evlad istəmək, xurafatdan başqa bir şey deyil. Əziz, dəyərli qardaşım və bacım, Allah səni izzətləndirib, hörmətli eləyib. Belə əməllər səni izzət yox, zəllillik gətirər. Allahdan istə.